Популярность русского языка растет. Если скажу так, это будет ложь. А если я скажу, что она падает, то это будет правда. Но она падает как? Она падает, еще будет падать. На мой взгляд, в протяжении 10-15 lет. То есть, bu videom gəlsin o kəslərə ki, deyirlər rus dilinə yox, ingilis dilinə yönələk. Siz rus dilini öyrənməməkdə çox böyük bir xətaya yol verirsiniz. Niyə? Çünki rus dili baxmayaraq ki, bəli, tənəzzülə uğrayır get-gedə, amma bu çəkəcək. Minimum 15 il çəkər. Və siz fikirləşin ki, nə qədər vakansiyalar, turizm, общепит industriyaları, yəni restoran industriyalar, bunların hamısı rus dilini tələb edir. Və rus dili zəngin dildir. Və bizim ətraf mühit, cəmaət, postsovet ölkəsi olaraq rus dili yaygındır. Qonşu ölkə Rusiya. Yəni rus dilinin Azərbaycanda hələ də önəmi, mühümliyi çəkəcək uzun müddət. Kim fikirləşir ki, rus dilini öyrənməyək, onlar xətaya yol verirlər. Lakin siz ingilis dilini də rus dili ilə yanaşı öyrənsəniz, sizin üçün çox böyük bir müsbət olar. Və rus dilini öyrənməkdən qorxmağa ehtiyac yoxdur. Biz onu ingilis dili kimi sadə keçirik. Çox asan. Biz buna dərs kimi baxmırıq. Biz buna rus dilinin insana inteqrasiyası kimi baxırıq. Və biz dərs keçmirik. Biz real praktikaya əsaslanan düzgün cümlə quruluşu, sırf danışıq ilə dərs keçirik. Buyuran, istəyən buyursun.